Salam əleykum əziz izləyicilər, əziz abunəçilər. Maraqlı bir məsələ ilə qarşınızdayım. Mən bugün sizi Bolkartın reklam vasitəsilə necə küçə söyüşünlə təhqir elədiyini və sizin reklam vasitəsilə şuur altınıza hansı milli mənəvi dəyərlərə zidd təbliğat apardığını əyani şəkildə göstərəcəm və sübut eləyəcəm rəsmi mənbəsindən. Deməli, bir neçə ay əvvəl Bolkartın metro dayanacaqlarında, avtobus dayanacaqlarında, afişalarda bir reklamı yayımlanırdı və kütləvi şəkildə yayımlandı bu reklam. Yəqin siz də rast gəlmişsiniz. Deməli, bir qadındır, göy paltar geyinib, əlində Bolkartın kartını tutub və orada açıq aydın sizə barmaq işarəsi göstərir, yəni vızqırt işarəsi göstərir, el dilində belə desək, buna görə üzr istəyirəm izləyicilərdən. Vızqırt işarəsi göstərir, açıq şəkildə sizi təhqir edir. Bunun mənası nədir? Yəni biz sizə heç bir xeyir verə bilmərik, ancaq siz bizə fayda verməlisiniz öz cibinizdən. Plus həmin reklamda satanizm, dəccalizm təbliğ olunur. İndi mən keçirəm onu sizə izah eləməyə, öz fikirlərinizi xahiş edirəm, rəy bölümündə mədəni şəkildə yazmağa dəvət edirəm. Daxil oluruq Banker Az saytına. Bu saytı yəni demək olar ki, bilməyən yoxdur. Deməli, burada yazırıq axtarış yerinə Bolkart və müğənni hissdən var mesajı. Deməli, bu aşağıda gördüyünüz şəkil ki var, indi onu sizə böyüdüb göstərirəm. Baxın, görün sizi necə təhqir edirlər. Baxın, ay Azərbaycan xalqı. Deməli, göy paltarlı bir qadındır. Bir əlində Bolkartın kartını tutub, reklam kartını gözünə tutub. Bir əlində iki barmaq və o barmağın yanında vızqırt işarəsi göstərib. Hər halda burada montajdan söhbət gedə bilməz. Çünki mən bunu Banker Az saytından sizə götürüb təqdim edirəm. Eyni zamanda metroda, afişada da bu reklamlar qalıbsa yenə görə bilərsiniz. Yəni, heç kim mənim sabah üzümə durmasın ki, bu montajdır. Bu açıq aydın ortada olan bir real faktdır. Deməli, burada məna nədir? Məna burada odur, görün sizin burada şuur altınıza hansı satanizm təbliğatı gedir. Baxın, kartın bir gözünə tutub, bir gözünü bağlayıb, burada tək göz dəccal mesajı verir. Hansı ki, burada gözünə tutduğu kartda da 3 dənə altıbucaq pətək işarəsi var. Bu elə 666 eləyir. 3 ədəd altını yanaşı qoyanda 666 eləyir. Mən sizə şəkli yaxınlaşdırıb göstərəcəm. Və tək gözündən mason işarəsi verir. İki barmağınla da, yəni şeytanın simvolik iki buynuzunu göstərir. O barmağın da, yəni iki barmağın da yanında vızqırt işarəsi var. Onu da yaxınlaşdırıb göstərəcəm. Burada göy paltar geyinməkdə məqsəd nədir? Müqəddəs kitab İncildə deyildiyi kimi, İncil Dəccal sonsuz dənizdən çıxacaq, sonsuz mavi dənizdən çıxacaq. İncildə belə bir ayə var. Bu mavi paltarla o mesaj verilib. Yəni bir gözünü bağlamaqla da tək göz dəccal işarəsi verilib. İndi mən sizə şəkili yaxınlaşdırım və sizə təhqir eləyən o vızqırt işarəsini göstərirəm. Baxın, ay Azərbaycan xalqı, görün banklar sizi necə təhqir eləyir, Bolkart görün sizi necə təhqir eləyir. Mən şəkili yaxınlaşdırdım, özünüz də rəsmi mənbəsindən girib götürüb şəkili yaxınlaşdıra bilərsiniz. Baxın, bu sadəcə vızqırt işarəsi deyil, bu eyni zamanda kişi cinsiyyət orqanıdır. Yəni sizə açıq şəkildə nə göstərirlər, görün. Baxın, baxın, görün sizə nə göstərirlər. Gördünüz əziz izləyicilər, yəni mən real sübutlarla qarşınızda oldum. Sizə sübut elədim ki, Bolkart sizi açıq şəkildə təhqir eləyir, sizə vızqırt işarəsini kişi cinsiyyət orqanından göstərir. Yəni başqa ölkələrdə heç bir firma, şirkət deyə buna cürət eləyib bu hərəkət eləyə bilməzdi. Amma çox təəssüf ki, bura Azərbaycandır. Burada insan psixologiyasını əla bildikləri üçün bizi belə deyək də laboratoriya siçanı kimi üstümüzdə hər şeyi sınaqdan keçirdirlər. Onsuz da bilirlər ki, bu xalq çıxıb heç nəyə etiraz eləməyəcək və sakit qalacaq. İndi isə yəni qərar sizindir. Baxın. Sağ olun, sağlıqla.